Salam, yeni Axis Talks'dayıq və bu dəfə marketinqin daha bir vacib elementi olan qrafik dizayn, vizual təsir və brendinq barədə danışacağıq. Bu dəfə qonağım Azərbaycanda qrafik dizaynı araşdıran və üzə çıxardan Rəsul Həsəndir. Rəsul bəy, xoş gəlmisiniz. Məncə sizi xüsusi tanıtmağa ehtiyac yoxdur, çünki öz peşəsinin tarixini araşdırıb üzə çıxardan məncə yeganə bir insansınız. Müasir Azərbaycandan danışaq. Gəlin bu ideya barəsində danışaq. Necə oldu ki, siz qrafik dizaynın tarixini öyrənməyə başladınız? Xoş gördük. Təşəkkür edirəm. Xoş fikirlər üçün. Təbii ki, bu ümumiyyətlə Azərbaycanda qrafik dizayn sənəti əvvəllər də Sovet dövründə də araşdırılıb. Yəni bu barədə ədəbiyyatlar yazılıb. Daha çox bunun qrafika tərəfinə toxunulub. Çünki Sovet dövründə ümumiyyətlə dizayn bir termin olaraq istifadə olunmurdu. Bu qərb termini kimi qəbul olunurdu deyə. Bizdə bunun qarşılığı olan qrafik tərtibat və s. kimi terminlərlə əvəz olundu. Amma gördükləri iş elə qrafik dizayn idi. Və mən düşündüm ki, ümumiyyətlə nisbətən yaşlı nəsil dizaynerlər olsun, nə bilim reklam sahəsində çalışanlar olsun, mən onlardan soruşurdum ki, özümə maraqlı idi çünki ilk növbədə ki, ümumiyyətlə ilk reklam agentliyi nə vaxt yaranıb Azərbaycanda? Yəni ilk dizaynerlər kim olub, ilk copywriterlər kim olub və s. Çünki ilklər maraqlıdır həmişə. Bu yol ümumiyyətlə necə cızılır, necə açılıb bu yol? Və müəyyən müxtəlif ümumiyyətlə versiyalar səslənirdi ki, Azərbaycanda ilk dizayner filan kəs olub, ilk reklam agentliyi filan vaxt yaranıb, filan işlər görülüb və s. Amma bu informasiya mənə qane eləmirdi. Hardasa əmin idim ki, bu qədər yaxın, məsələn, deyək ki, bu 20 il əvvələ kimi, 30 il əvvələ kimi gedə bilməz də. Çünki ümumiyyətlə dünyada bu reklamın, dizaynın kökləri çox qədimdir. 19-cu əsrin sonlarından artıq bu proses oturuşmağa başlayıb və 20-ci əsrin əvvəllərindən artıq bir ixtisas kimi həyatımıza belə deyək, daxil olub. Yəni indiyənə kimi Azərbaycanda dizaynın tarixi haqqında bir yazılı, bir çap olmuş resurs olmuyor. Xeyr, sırf qrafik dizayn olaraq olmuyor. Dediyim kimi qrafika olub, qrafikanın da içində nələr yer alıb? Afişalar, kinoplakatlar, kinoafişalar, teatr afişaları, sosial, siyasi afişalar, plakatlar. Bunlar barəsində məsələn müəyyən dövrlərdə məqalə olsun, kiçik cildli məsələn kitablar olsun və s. buraxılıb, amma köklü şəkildə bunun tədqiqatı, araşdırılması heç vaxt yer almayıb. Və xüsusən də bura mən nəyi daxil eləmək istəyərdim? Etiket dizaynı, yəni qablaşdırma dizaynı və eləcə də loqotip və brendləşmə ümumiyyətlə dizaynı bura daxil eləmək istəyərdim ki, mən o dövrlərdə əhatə eləmişəm öz tədqiqatımda və bir 6 il yaxın bir müddətdə mən bu deməli Azərbaycanın qrafik dizayn tarixini tədqiq elədim. Təbii ki, bu müəyyən bir periodu tədqiq elədim. 1875, yəni Əkinçi qəzetinin yaranmasından 1990-cı ilə qədər olan bir dövrün tədqiqatına söhbət gedir. Bu ilk belə deyim hissə idi və hal-hazırda da 1990-2020-ci il hissəsini tədqiqatına məşğulam ki, bu da olacaq artıq kitabın ikinci hissəsi və tədqiqatın ikinci hissəsi. Əkinçidən başlamağınız yəqin ki, bu təsadüfi deyil. Çünki Azərbaycanda elə ilk mətbuatın əsası Əkinçidən başlandı. Niyə Əkinçi? Orada dizayn istiqaməti hansı? Onun yəni görüntüsü, loqotipi bununla bağlı xahiş edirəm danışın. Niyə məhz Əkinçi? Məhz Əkinçinin olmasının əslində vacib faktorlar ondan ibarətdir ki, Əkinçi ilk növbədə çap texnologiyası ilə nəşr olunmuş qəzetdir. Ona kimi müəyyən tutaq ki, qəzetlər əllə yazılırdı, yəni bilim çap əllə gedirdi. Söhbət Azərbaycan dilindən gedir. Təbii ki, o vaxt ərəb qrafikası idi. Və dizayn da birbaşa demək olar ki, çapla əlaqədar bir şeydir. Düzdür, burada məsələn rəssamlıq işi də var, amma texnologiyanın inkişafı ilə sırf bağlı bir istiqamətdir. Və bizdə Azərbaycan dilli qəzeti Əkinçi çıxdı və ilk loqotip Azərbaycan dilində. Məsələn, Əkinçinin loqotipidir. Siz onu indi müasir dizayner gözü ilə o loqotipi necə qiymətləndirirsiniz?
Yəni xəttatlıq üsulu ilə yazılmış bir loqotipdir. Müasir desək biz onun tipoqrafik loqodur, yəni yazıdan ibarətdir. Amma onun məsəl üçün onun xəttatlar daha yaxşı qiymətləndirər. Çünki ərəb qrafikasında o nə qədər ustacasına yazılıb, o barədə mən bir söz deyə bilmirəm təəssüf ki. Daha yaxşı olar ki, məsələn xəttat rəssamlar bu barədə məsələn deyə bilərlər ki, ümumiyyətlə hardasa 1920-ci illərin sonlarına ki, ortalarına kimi təxminən Azərbaycanda qəzetlər ərəb qrafikasından çıxıb, ondan sonra latına keçib və demək olar ki, bütün qəzetlərin loqotipləri hamısı xüsusi xəttatlıq qrafikasından yazılıb və hər birinin özünün unikal belə deyim dizaynı var. Təəssüflər olsun ki, biz onların bir çoxunun müəlliflərini təbii ki bilmirik və yaxud da ehtimal edirik ki, bu o insan ola bilər çünki redaksiya heyətinə baxırıq, məsələn görürük ki, bədii tərtibata kim orada cavab verir. Mən düşünürük ki, bu ola bilər, amma yenə də bizim qəti belə bir şeyimiz yoxdur. Cavabımız yoxdur. Əgər məsələn onların biz cavabını tapa bilsəydik, biz bəlkə də daha erkən məsələn Azərbaycanda qrafik dizaynla məşğul olan insanların deyə bilərdik ki, bu adam qrafik dizaynerdir. Çünki artıq orada bir tərtibat işi varsa, yəni qəzet özü bir tərtibat işidir də, orada bir kompozisiya var, şrift seçimi var və s. Loqotipin özü, başlıq və s. Və biz o adamlara deyə bilərdik ki, bu dizayner budur. Amma yenə də ilk qrafik dizayner kimi Əzim Əzimzadəni qeyd eləmisiniz. Niyə məhz Əzim Əzimzadə? Əzim Əzimzadə çünki bizim ilk gördüyümüz müəllif, yəni yerli müasir edinsək posterlərin müəllifidir. Kimin ki imzası var, biz dəqiq bilirik ki, bu adam bu posterləri işləyib 1920-ci illərdən etibarən. Bəlkə də indi onun daha erkən işləri də var. Çünki Əzim Əzimzadə 1906-cı ildən başlayıb Molla Nəsrəddin jurnalında fəaliyyətinə, belə peşəkar rəssamlıq fəaliyyətinə və artıq sonrakı illərdə müxtəlif qəzetlərlə, sonra artıq keçib plakatla, poster və s. çəkməyə. Amma biz konkret bilirik ki, artıq 20-ci illərdən onun əlimizdə plakatları var. Və Əzim Əzimzadənin bir özəlliyi də ondan ibarətdir ki, o ümumiyyətlə bir məktəb yaradıb. Yəni təkcə bir rəssam olmayıb. Onun sayəsində bizim qrafika, rəssamlıq məktəbimiz formalaşıb və dövründə böyük bir ətrafında olan insanlara, ümumiyyətlə bəlkə də cəmiyyətin özünə influence eləyib də, yəni müasir necə influence eləyib rəssamlıq barəsində, təşviq eləyib. Çünki o həmin dövrlərdə ümumiyyətlə müsəlman ailələr rəssamlığa o qədər də yaxşı baxmırdılar. Yəni realist rəssamlığa da belə deyək. Düzdür, miniatür çəkənlər var idi, müəyyən qrafikaya çəkənlər var idi. Amma məsələn bu daha realist mövzularda ümumiyyətlə çəkənlər və bunu ümumiyyətlə təbliğ edənlər, bu müsəlman ailələr təbliğ edənlər demək yox idi. Bax bu barədə Əzim Əzimzadə çox böyük rol oynayıb ki, populyarlaşsın ümumiyyətlə bu sənət və həmçinin məktəbin qurucusu da olub. Ona görə də bu gün Əzim Əzimzadə adına kollec onun adını daşıyır. Ondan sonra təbii ki, Əzim Əzimzadədən sonra bizim artıq daha peşəkar, çünki Əzim Əzimzadə bunun peşəkar təhsilini almamışdı. O karikaturadan, qrafika rəssamlığından gəlirdi və plakatlarda da elə o görünür ki, düz o plakatdır, bunun bir mesajı var, sloqanı var və burada bir hekayə var. Amma bu daha çox biraz karikaturaya bənzəyir də. Tam o bizim müasir qərbdəki posterlərin ab-havasında deyil. Ola bilsin senzur ona mane olub kifayət qədər. Ona görə bəlkə də belə sətr altı nələrsə. Amma daha çox bu rəssamın stili odur və ümumiyyətlə onun o qrafika daha çox özü öyrənib bu proseslərin hamısını. Amma ondan sonra məsələn Rüstəm Mustafayev gəlir. Bəli. O çox güclü bir qrafika rəssamı və çox güclü bir dizayner olub. Təəssüf ki, o 1940-cı ildə tez vəfat edib 30 yaşında, amma onun elə mükəmməl işləri var ki, yəni bugünkü dövrü belə ona çox müasir görünür onun işləri. Sonra Qəzənfər Xalqov, İsmail Axundov və s. Bax bu qrafika rəssamlarımız çox gözəl plakatlar işləyiblər. Və həmçində Azərbaycanın ümumiyyətlə bu neft ölkəsi olması, bura Avropadan çoxlu, Rusiyadan, Avropadan çoxlu ümumiyyətlə
biznesmenlərin belə deyək, gəlməsi, burada yerli mətbuatın böyüməsi, xarici sənətkarların bura gəlib yerləşməsi bizim ümumiyyətlə qrafika sənətinə çox böyük təsir göstərir. Məsələn, o dövrün rəssamlarının işlərinə baxsaq, posterlərinə və s. baxsaq, məsələn 30-cu illərdə görərik ki, Rusiyanın avangard təsiri burada çox güclü olub. Çünki bütün bizim yerli rəssamların stilində o öz təsirini göstərib. Çünki Rusiyadan Birinci Dünya müharibəsində, nə bilim, o inqilab dövründə və s. çoxlu burada sənətkar axını baş verib və onlar öz yerli sənətkarlara yaxşı mənada təsir göstəriblər. Qrafik dizayner olmaq üçün rəssam olmaq vacibdir? Bu həmişə belə bir mübahisəli əslində sualdır. Çox mübahisə edirlər ki, bir kəsim var deyir ki, yox lazım deyil, bir kəsim var deyir ki, lazımdır. Əslində vacib məsələdir rəssam olması. Niyə görə vacibdir? O baxımdan ki, bu işin ümumiyyətlə adı qrafik dizayndır. Burada qrafikadan söhbət gedirsə, bu qrafikada bizim gördüyümüz bir təsvirdir. Və mütləq şəkildə sən ağlındakı bir vizualı, bir təsviri yaratmaq istəyirsənsə, mütləq şəkildə sənin kompozisiya biliklərin olmalıdır, rəng biliklərin olmalıdır, tipoqrafika biliklərin olmalıdır, ümumiyyətlə perspektiv biliklərin olmalıdır. Bunların, xüsusən də mən burada kompozisiyanı vurğulamaq istəyərdim. Bu ən vacib biliklərdən biridir. Çünki yəni istəyir monitor olsun, istəyir fiziki dünyada bir poster olsun, fərqi yoxdur. Billboard olsun, küçədə gördüyümüz. Hər birində kompozisiyanın özünün vacib şeyi var, rolu var. Yəni biz kompozisiyaya baxanda artıq başa düşürük ki, burada informasiya axını necə gedir. Və bu özü də qrafik biliklərdən gəlir, yəni rəssamlıq biliklərindən gəlir. Yəni qrafik dizayn elmi rəssamlıqdan başlayır. Mütləq şəkildə oradan başlayır. Və sonradan da bunu öyrənmək olar, amma öyrənmək mənə görə bu şərtdir. Qrafik dizaynla adam məşğuldursa, təbii ki, burada akademik rəssamlıqdan söhbət gəlmir, kim demir, anatomiyanı burada bil və s. Amma ən azından rənglərin harmoniyasını bilməlisən. Məsələn, belə bir şey var. Biz həmişə Yapon dizaynlarına baxanda həmişə oradakı rənglərin ahənginə belə valeh oluruq ki, bu rəngləri necə belə tapıblar və s. ediblər. Amma onlarda məsələn çox maraqlı bir kitab var. Deməli, rənglərin harmoniyasına bağlıdır. Hazır kataloq kimi bir şeydir. Və orada hansı rənglər bir-birindən daha yaxşı harmoniya daşıyır barəsində bir növ ipucular verir. Dərslik. Dərslik deyil bu. Yəni kataloq kitab kimi, adını təəssüf xatırlamıram kitabın. Kataloq kimi belə bir şeydir. Yəni bunu modada da tətbiq eləmək olar, nə bilim dizaynda da olar, interyerdə də olar, demək olar hər sahədə mümkündür. Yəni bax bu biliklər vacibdir ki, məsələn dediyim kimi rəng bilikləri tutaq ki, vacibdir ki, biz artıq bilək ki, qurduğumuz dizaynda bu rəng harmoniyası necə olmalıdır, daha yaxşı insanca təsir göstərmək olar. Bu sahədə bu rəng uyğundur ümumiyyətlə, bəlkə heç uyğun deyil. Bu işin elmini biz bilmədikdə, bu rəssamlıq barəsində təcrübəmiz olmadığı təqdirdə biz nə düzgün kompozisiyanı qura bilərik, nə düzgün rəng çalarlarını qura bilərik, nə bilim düzgün şrift seçimi eləyə bilərik. Bunlar hamısı qrafikada öyrədilir. Və bunu bilmək dizayneri bir növ daha üst səviyyəyə çıxardır. Məsələn, Steve Jobs'dan bir nümunə verəcəm. Onun bir çıxışı var, universitet çıxışı var. Orada deyir ki, mən universitet oxuyarkən qısa bir kursa gedirdim, kalligrafiya kursuna, xəttatlıq kursuna və deyir, mən əgər o kursa getməsəydim, bugün Apple-ın gözəl şriftləri olmazdı. Deyir, mən o kursda öyrəndiyim məlumatlar sayəsində artıq Apple məhsulları yaranarkən qərar verdim ki, burada şrift vacibdir. Şriftin gözəlliyi, estetikası vacibdir. Ona görə deməli Apple məhsullarının o şrift sistemi Windows-unkindən daha yaxşı şəkildə belə deyək. Yəni yaradıcılığın belə tarixi elmi olmalıdır. Mən özüm biraz söhbətimizi qarışdırıram. Niyə? Yenə də qayıdacağam həmin o tarixə. Sizdə
niyə belə bir həvəs yarandı ki, Azərbaycanda qrafik dizaynın tarixini öyrənəsiniz? Çünki siz kifayət qədər peşəkar tanınmış bir qrafik dizaynersiniz. Yəni sizi tanıyırlar və kifayət qədər brendinqdə sizin payınız var. Amma yenə də niyə tarixi öyrənirsiniz və bunu nəyin hesabına üzə çıxardırsınız? Yəni sponsorunuz varmı, yoxsa bu elə şəxsi təşəbbüsünüzdür və hələ də onun ardınca gedirsiniz? Mənə gəlir ki, hər insanın ümumiyyətlə özünün bir həyat missiyası olur da, yəni ki, sənin məşğul olduğun peşəkar işdən savayı da, ola bilsin o işin öz daxilində, ola bilər ki, o işdən savayı da məşğul olduğun bir hədəflər olur. Və düşünürəm ki, insanı həm də diri saxlayan o hədəflərdir ki, sən daim belə deyək də, o bozluqdan, düz işində nə qədər peşəkar olasan, rutinə çevrilməsin. Rutinə çevriləndə insan artıq başlayır yorulmağa. Bəli. Və o zaman bir hədəflər üzə çıxanda yaşamaq daha rahat olur, belə deyək. Həmçində bu biraz da bilmirəm, ola bilsin ki, mən bəlkə də böyüdüyüm ailə ilə də bağlıdır. Tarixçiləriniz var ailədə? Tarixçi yox, amma məsəl üçün atam biraz da araşdırmaçı ruhlu, yaradıcı ruhlu insandır. O mənim həyatımda çox belə deyək, əsas bir rol oynayan şəxsdir. İndinin özünə kimi mən nəsə eləyəndə mütləq şəkildə onunla bölüşürəm. Biz davamlı şəkildə belə yaradıcı mübahisələr eləyirik, fikirlərimizi bölüşürük. Və həmçinin məni əhatə edən insanlar belə olublar ki, məsələn, tarixçilərlə ünsiyyətdə olmuşam, müxtəlif tədqiqatçılarla ünsiyyətdə olmuşam və onlar yaxşı tərəfdən belə təsir göstəriblər. Bu kitabın da əslində yazılmasının səbəbkarlarından biri də mən deyim ki, bu Dilqə Məhəmməddir. Siz yəqin ki, o tanıyırsınız, tarixçi, tədqiqatçı. Biz onunla belə çox sıx bir ünsiyyətimiz var və hələ illər əvvəl mən o tədqiqatlarını görəndə daha da belə içimdə bir həvəs yarandı ki, niyə də mən öz işimi də tədqiq eləməyim və bir məsələ də var ki, insan kökünü biləndə o daha zildən oxuyur. Bəli. Səsi daha gür çıxır. Bəli. Amma sən düşünəndə ki, biz 15 ildir də bu işlə məşğuluq da, nəyimiz var deyəndə biraz belə də şübhələr altına düşür və özünə inamın az olur. İndi biz məsəl üçün yaxşı ürəklə deyirik ki, biz də əslində dünyada baş veran qlobal dizayn proseslərindən kənarda qalmamışıq. Bizim vaxtı ikən 20-ci illərdə, 30-cu illərdə öz yerli Azərbaycanlı dizaynerlərimiz olub, işləyiblər, çox yaxşı ustalar olublar, öz işinin ustaları olublar. Və həmçinin məsələn düşünürəm ki, bizim hələ tədqiq eləmədiyimiz çox mövzular var. Məsələn, biz hətta öz milli xalçalarımızı götürsək belə, orada unikal dizayn həllərini görə bilərik. Bu xalçaların hər biri də kompozisiyadır. Hər birinin özünün unikal kompozisiyası var. Regiona görə dəyişir. Bəli, dəyişir. Hər bir regionun özünün məktəbi var. Bəli. Nə qədər geniş çeşidli ornamentlər var, naxışlar var, unikal naxışlar var. Hər birinin özünün harmoniyası var. Hər birinin özünün rəng şeyləri var, çalarları var. Və bu uzun illərə deyək nə belə, bəlkə 1000 illik tarixi olan bir belə prosesdir. Bəlkə də biz daha bu qrafik dizayn işində daha dərinə gedə bilərik bu xalçalar sayəsində. Daha da dərinə gedə bilərik. Amma təbii ki, indi siz deyirsiniz, bu sponsor hardan tapırsınız? Sözün düzü sponsor təəssüf ki, Azərbaycanda belə işləri tapmaq çətindir. Biz məsələn xarici nümunələr izləsək görürük ki, adətən universitetlər, yəni böyük şirkətlər bu kimi tədqiqat işlərini, həm mesenatlar ola bilər, maliyyələşdirirlər. Tam olmasa belə ən azından müəyyən bir qismdə hansı bir dəstəyi göstərir. Amma təəssüf ki, bizdə hələ ki bu proses bəlkə də inkişaf periyodundadır. Bəlkə bizim şirkətlər gəlib bu şeyə çatacaqlar, universitet. Xüsusən də universitetlər bu prosesə gəlib çatacaqlar. Və hələ ki öz belə maddi imkanlarımla və yaxud da şəxsi tanışlıqlarım sayəsində bu işləri həyata keçirirəm. Resursları hardan tapırsınız bu məlumatları, bu arxivləri harda çıxardırsınız yəni? Çox müxtəlif yerlərdən sizə deyim ki, burada ümumiyyətlə bir neçə necə deyək,
həyati təcrübə vacibdir. Məsələn, tədqiqat prosesində mən ümumiyyətlə kitab yazılması prosesində bəzi şeylər öyrəndim. Yəni bu gün məsələn bir insan dursun desin ki, mən tədqiqat eləyəcəm. O işin qurulması necə baş verir, onu məsələn izah edə bilərəm də. Burada arxivlərlə işləmək öyrənmək lazımdır. Sonra mütləq şəkildə fərqi yoxdur. Araşdırdığın sahə olmaya bilər. Kənar sahələrdə tədqiqat aparmış insanlarla mütləq şəkildə ünsiyyətə girmək lazımdır. Onların mənbələrini tapmaq lazımdır ki, onlar hansı mənbələrə müraciət edirlər. Bundan başqa ünsiyyət bacarıqlarını artırmaq lazımdır. Çünki məsələn mən öz işimdə çox sayda rəssamla, xüsusən də qoca rəssamlarla işləməli oldum ki, onlar dil tapmaq biraz qəliz məsələdir. Ona görə ünsiyyət bacarıqları burada yaxşı olmalıdır. Bir növ onlarla dostluq eləməlisən ki, onlar səni öz məhrəm zonalarına belə deyək, buraxsınlar ki, çünki xüsusən keçmiş dövrü axtarsansa, o dövrlərin insanlarından bağlılığı olan insanlar tapmaq real lazım. Ünsiyyətdə daha çox informasiya ala bilərsən, nəinki kitablarla və s. Düz orada tapa bilərsən, amma biri var ki, bir insan sənə 1 saat, 2 saat ərzində çox sayda məlumat verir. Bir də var ki, bir 10 kitabı oturarsan, günlərlə oxuyarsan və s. taparsan. Bu məsələlər. Sonra kitaba gəlmişkən bu kitabxanalardır. Ən böyük arxivlərimizdən biri Axundov kitabxanası. Ondan sonra arxivlərimizdir. Məsələn, Milli Arxiv İdarəsi var. Onlara necə daxil oluruz, yəni arxivə? Bu istənilən adam gedib arxivə müraciət eləyib istədiyi materialı əldə edə bilər, yoxsa necə? Biraz o da bürokratiya məsələləri var, təəssüf ki. Mənə bu maraqlıdır, yəni. Amma ki, bunun da həll yolları var əslində. Tutaq ki, bir sənəd aparsaz ki, mən filan iş üçün araşdırma aparıram, belə şərait yaradırlar. Təbii ki, tutaq, indi mən yaradıcılıq sahəsindən deyirəm. Yaradıcılıq sahəsində, məsələn, Mədəniyyət Nazirliyinin bir məktubu olsa əlinizdə, bir çox yerdən çox rahatlıqla informasiya əldə edə bilərsiniz və eləcə də ödənişsiz şəkildə müəyyən şeylər əldə edə bilərsiniz. Çünki, məsələn, muzeylərə, məsələn, deyirəm, İncəsənət Muzeyində arxivlər çıxartmaq, məsələn, ödənişlidir. Hər bir şeyin öz qiyməti var. Bu dünya praktikası da belədir. Bəli. Və məsələn Mədəniyyət Nazirliyinə məktub yazdım, çünki çox sayda oradan qrafik belə deyim, işlərin rəqəmsal faylını alırdım kitab yerləşdirmək üçün. Və Mədəniyyət Nazirliyi məsələn dəstək göstərdi ki, müraciət elədi İncəsənət Nazirliyinə. Onlar ödənişli şəkildə mənə xeyli sayda belə qrafik əsərlər verdilər. Eləcə də rəsm qalereyası, məsələn, qrafika dövrünün çox sayda plakatları rəsm qalereyasında qorunur. Amma onları kim yazıb hələ bilinmir. Yox, bilinir. Bəli, müəllifləri və s. bilinir. Düzdür, müəllifsiz bəzi işlər də var ki, müəllifi bilinmir. Amma bir çoxu kataloqlaşdırılıb və müəllifləri məlumdur. Kimlərdir bu müəlliflər? Və bu kimi bir şeylər lazım, təcrübələr lazımdır ki, ümumiyyətlə axtarış prosesi özü bir təcrübədir. Yəni hər insan axtarış eləyə bilmir. Bu müəyyən illər ərzində formalaşan bir təcrübədir. Çünki düzgün açar sözlərini necə yazmaq lazımdır, hansı istinad mənbələrini tapmaq lazımdır. Bunlar hamısı illər ərzində insanda formalaşır. Mən artıq bilirəm ki, həmən plakat axtarıramsa, hansı mənbələr var, haralara getməliyəm, hansı illəri hardan tapa bilərəm. Bu proses mənə məsələn bunları öyrətdi. İndi ümid edirəm ki, ikinci artıq kitabın yazılışında həm sponsor cəlb olsun, maliyyələşmə cəlb olsun, həm ümumiyyətlə daha çox insana artıq çıxış belə deyim imkanım var. Onların bu prosesə cəlb olsun. Mən artıq 6 ilmi yox, deyək ki, 3 ilmi, 2 ilmi alacaq. Bu proses biraz daha qısalacaq. İlk kitabın hazırlanması 6 il vaxtınızı aparır. Bəli. Bu kifayətdir bir kitabın hazırlanması üçün sizcə? Yəni belə məhdud resurslar şəraitində. Əslində lazımdan çox böyük vaxtdır. Sözün düzü, əgər əlimdə kifayət resurs olsaydı, bunu bəlkə də yarı bir 3 ilə də eləmək olardı. Təbii ki, məhdud resurslar şəraitində bu belə alındı. Belə bir şey var idi, filmdə var idi. The Professor and Madman.
Mel Gibson və Sean Pennin çəkildiyi bir filmdir. Orada bir deməli ağıllı adam professor həbsxanaya salırlar və bir də entuziast olur və Britaniya Akademiyası onu belə qəbul eləmir. Çünki özü öyrənmiş bir insan olur, onun heç bir rütbəsi falan olmur, amma deməli səhv Oxford lüğətinin o başlanğıcını o qoyur və şəxsi marağı sayəsində qəzetlərə və sair yerlərə elan verir ki, bir sözün kökünü tapmaq, yəni bu söz ilk dəfə harda hansı ədəbiyyatda istifadə olunub, bu nə qədər qədimə gedir və sözü tapmaq üçün bu qəzetlərə elan verir və təbii ki, bu proses belə deyəndə dövrün şərtləri ilə uzun bir illər ərzində formalaşır. Nə bilim, ona alan baskılar sayəsində və s. İndi bizə baskı olmasa da qabağımızda müəyyən maneələr var ki, təbii bu prosesi uzadır. Çox istəyərdim ki, məsələn, bu işin gedişatı, təkcə mənə yox ümumiyyətlə, tədqiqatçılara böyük şirkətlər, universitetlər, indi universitetlərin də maddi imkanları təbii ki, çərçivəlidir, limitlidir, amma böyük şirkətlər il ərzində ən azı 2-3 nəfər tədqiqatçını maliyyələşdirə bilərlər və onların işlərinə dəstək ola bilərlər. Ən azından komandanın formalaşmasında dəstək ola bilərlər. Növbəti kitabı nə vaxt gözləyə bilərik? Növbəti kitabı yaxşı sualdır, amma bu sualın cavabı məndə yox, təəssüf ki. Çünki dediyim kimi mən gedişatı ümid edirəm ki, 2-3 il belə gedə bilər. Düzdür, mən düşünürəm ki, bu daha tez olacaq, amma belə görürəm ki, biraz gec olacaq. Çünki dizaynerlərdən işləri yığmaq, xüsusən 90-cı illərin araşdırması biraz vaxt alan məsələdir. Həmçinin onu da yenə də qayıdıram məsələyə ki, mən öz işimlə məşğul oluram və eləcə də qalan belə deyək vaxtlarda tədqiqata ayırıram. Təbii ki, özümü tamamilə buna həsr eləsəydim, daha bu proses sürətlə gedərdi, amma indiki şəraitdə belədir. Amma hissəni aldıb mənə böyük zövq verir. Əsas da budur. İnanın ki, elə maraqlı insanlar axtarıb tapıram ki, gözlənilməz əlaqələr gözlənilməz nəticələrə gətirib çıxardır. Məsələn, kişi var idi. Təəssüf ki, o vaxtından əvvəl o proses kitab elə çıxarılmasına az qalmış ki, vəfat elədi. Zaur Kantemirov və onun o çox yaxşı qrafik rəssamı idi. Ümumiyyətlə o super unikal plakatları var idi, posterlər var idi. Və onunla yanaşı onun çox gözəl sənaye dizaynı həlləri var idi. Məsələn, kiosklar dizayn eləmişdi, dayanacaqlar dizayn eləmişdi. Və mən düşünürdüm ki, o tərtibatları ondan götürmək, indi həmin də kitabı falan yazılıb, başıma ona qarışmışdı. Amma onu götürmək və necəsə məsələn Nəqliyyat Nazirliyinə və yaxud da bu iş küçədəki ümumiyyətlə kiosklara, dayanacaqlara baxan qurumlarla əlaqə saxlamaq ki, bax bu bizim yerli rəssamımızın futuristik, yəni gələcəyə yönümlü unikal dizaynları var. Niyə də biz məsələn Avropadan gedib bu şeyləri alırıq və bəlkə də şəhərə o qədər yaraşmır. Amma özümüzün dizaynları, yerli istehsalı niyə də biz bunları həyata keçirməyik? Bu insanları tanıyanda, məsələn, kimsə çox yaşlı nəsildən çox maraqlı, unikal keramik məsələ işlər eləyirdi. Onların hər birindən fərqli informasiyalar alırdın və səndə həm özündə yeni ideyalar doğururdu, həm də onlarla məsələn müəyyən bir iş əlaqələrini yollar açırdı. Ona görə proses çox şaxəli belə deyim, maraqlı bir prosesdir. Tədqiqat işi, kitab yazma prosesi. Sizə bu işdə uğurlar arzulayıram və mən əminəm ki, bu əməyiniz nəticəsiz qalmayacaq. İnşallah. İkinci kitab sonuncu kitab olacaq, düzdür? İkinci kitab bu 2 hissəli ümumiyyətlə kitabdır. Azərbaycan qrafik dizayn tarixinin tədqiqi prosesi 2 hissəli kitabdır. Həm də indi birinci hissəndə ingilis dili versiyası üzərində işləyirəm. Amma bu hələ ki rəqəmsal platformalarda, yəni rəqəmsal olaraq çıxacaq. İndi sonrakı dövrlərdə çalışacağıq ki, bunun inşallah hər hansı bir Avropa mətbəə nəşriyyatında biz bunun çapına nail olaq və Azərbaycanın da bu tərəfdən də tanısınlar ki, bizim əslində yaxşı bir, güclü qrafik dizayn ənənələrimiz var. Və eləcə də arzulanan biri odur ki, təbii ki, muzey yaransın.
dizayn muzeyi. Təkcə qrafikanı əhatə edən yox ümumiyyətlə. Moda olsun, nə bilim, memarlıq olsun, interior, eksterior dizayn olsun, sənaye dizaynı olsun. Yəni bunların hər birini əhatə edən bir muzeyimiz olsaydı, o da maraqlı olardı. Çünki çox sayda eksponat var. Məsələn, sənaye dizaynında maraqlı ümumiyyətlə Azərbaycan televiziyalar istehsal edib, radiolar istehsal edib, məişət avadanlıqları istehsal edib, qab-qaşığı olsun. Elə neft özü nə qədər yəqin ki, mənbə var, neftlə bağlı var. Neftlə də bağlı müəyyən mənbələr var. Düzdür, mən o mövzuları belə tam dərinliyə kimi araşdırmamışam, amma ki çox yəni ki maraqlı, unikal dizayn həllər var. Amma bir çox unudulub təəssüf ki, və bəlkə də o yerli istehsalçılarımıza nələrsə xatırladar ki, bax belə bir şey olub, unudulub, biz bunu dirildə bilərik. Tutaq ki, məsələn, bir söhbəti bəlkə də uzadıram. Yox, buyurun, xoşdur. 20-ci əsrin əvvəllərində, 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Azərbaycanda çox sayda yerli marka olub. Sovet hökuməti verdiyi burada qurulana qədər çox sayda yerli marka olub və unikal adlarla dolub, şəxsi adlarla dolub, fərqli. Və mən düşünürəm ki, niyə də tutaq ki, hər hansı bir o dövrdən bir markanı diriltməyək. Bu çox yaxşı bir şey olardı. Bəli. Və biz indi məsələn kökləri uzun olan markalar axtarırıq. Ən qədimlərindən deyək, yaşayanlarda da bu sularımız, mineral sularımızdır. Və bir çoxu o dövrlərdən ümumiyyətlə demək olar ki, dağılıb gedib. Qida məhsullarından savayı demək olar işləyimiz qalmayıb. Amma məsələn o dövrün qəzetlərini açanda görürsən ki, yerli nə qədər məhsullar var. Bəlkə də məsələn yerli istehsalçılar hər hansı bir məhsulları görüb xatırlayarlar ki, onu dirildək. Məsələn deyək ki, 1905-ci ildən bu brend var, bu marka çox var. Çox yaxşı biznes ideyadır. Bəli. Niyə də yox? Niyə də yox? Niyə də yox? Bu tarixi məqamlar həmçinin istehsalçılara da müəyyən mənada kömək eləyər. Ondan başqa məsələn modanı, dizaynını araşdırsaq, bəlkə biraz müasir kollaborasiyalar da çoxalar. Bu mövzularda çox tədqiq olunmayıb, mən sizə deyim ki. Düzdür, bu arada müəyyən şeylər yazılıb, amma çox dərinə gedilməyib. Məsələn, mənim ağlıma belə bir ideya gəlmişdi. Tutaq ki, Azərbaycanın rəngi nə rəngdir? Belə bir ideya var idi. Və nə rəngdir bilmirəm hələ ki. Bilmirsiniz. Düşündüm ki, bunu necə təyin eləmək olar və ağlıma gəldi ki, bunun ən yaxşı mənbəsi bizim tekstillərdir, xalçadır və geyimlərdir. Bunların hamısını, məsələn, nə qədər nümunə vardı Azərbaycanda, bir 1000 dənə, mənə bilir 5000 dənə, nə qədər nümunə varsa bunları toplamaq olar. Bunların hər birini indi süni intellektlə, sağ olsun, o köməkliyi ilə rəng ayrımlarını eləmək olar çox sürətli bir şəkildə və rəng tonlarının həcminə görə biz müəyyən edə bilərik ki, ümumiyyətlə Azərbaycanda dominant rəng nə rəngdir? Nə bilim, bu yaşıldırmı, bu çəhrayıdırmı, bu qırmızıdırmı, nədir? Mən top 5-dən top 10 rəngimizi deyib çıxara bilərik. Maraqlısı bilirsiniz nədir? Mən suallarımı hazırlayanda sizə Bakı haqqında sual vermişdim. Hazırlamışam. Və sualım da elə buydu ki, siz Bakını rəngli sevirsiniz, yoxsa ağ-qara? Axır vaxt ağ-qara şəkillər çox çəkirəm. Elə ona görə sual verirəm. Niyə ağ-qara? Niyə ağ-qara? Bir dənə fotoqraf da mənə yazmışdı. Mən fotoqraf deyiləm. Son sadəcə bir ildir uzun yürüyüşlər edirəm və gördüyüm belə maraqlı fraqmentlər şəklini çəkirəm. Ağ-qarada faktura daha çox önə çıxır. Rənglər sənin fikri çox dağılır. Məsələn, formaya fokuslanırsan, həcmi, işıq və kölgəni və s. fokuslanırsan. Sırf ona görə. Amma təbii ki, Bakı rəngli, mütləq şəkildə Bakı rəngli gözəldir. İndi rəngi təəssüf ki, azalıb. Məsələn, mənə uşaqlığımda daha rəngli gəlirdi. Ola bilsin ki, bu biraz nostalji şeylərlə bağlı, bilmirəm. Amma məsələn, mənə uşaqlığımda daha rəngli gəlirdi. İndi elə bilən ki, biraz rənglər daha palitra daha sıxlaşıb və biraz daha rəngli şəhər olmasına ehtiyac var. Elə məsələn, bu yaxınlar mən İstanbuldaydım və müqayisə aparırdım.
Düzdür, orada çox sayda qrafiti var küçələrdə. Hər binanın üstə demək olar qrafiti var. Demirəm hər yerdə qrafiti olsun və s. olsun. Amma ən azından məsələn art obyektlər ola bilər. O qədər yaxşı heykəltaraşımız, müasir incəsənətlə məşğul olan rəssamlarımız var ki, onların işləri küçələri bəzəyə bilər. Qrafitilər ola bilər. Məsələn, binaların üstə böyük qrafitilər ola bilər. Çox yaxşı qrafiti rəssamlarımız var. Heykəllərimiz biraz bəlkə daha çox ola bilər. Ola bilsin insanlarımız ümumiyyətlə öz divarlarını artıq biraz daha rəngli bəlkə boyalarla boyamağa cəsarət eləyə bilərlər. Gələcəm bu sual. Gələcəm bu sual. Bakını daha rəngli görmək istəyirsiniz. Okay. Yəqin ki, təbii ki, məlumatlısınız ki, Bakının bir baş planı var. İllərdir bu baş plan üzərində iş gedir və hətta sonuncu da təsdiqlənib bildiyim qədərilə. Qrafik dizayn nöqteyi nəzərdən indiki xaotik Bakını bir çərçivəyə salmaq mümkündür sizcə? Yəni bunu adətən biz belə deyirik ki, Bakıda sintezdir. Həm tarix var, həm müasirlik var. Amma qrafik dizayn nöqteyi, ümumiyyətlə dizayn nöqteyi nəzərdən bunu bir çərçivəyə salmaq sizcə mümkündür, yoxsa artıq xaosdan keçib? Yox, keçməyib. Əksinə bəlkə də elə indi zamanıdır. Çünki indi düzdür, bizim elə bir belə kədərli bir şeyimiz var ki, məsələn, bəzi tarixi məhəllələr sökülür. Bəlkə onları bərpa eləmək olardı. Amma indi məsələn Qış parkının yuxarısında olan o böyük park ki var, o Sovetski ərazisində salındı. O kifayət qədər yaxşı bir layihədir. Mən özüm o parka tez-tez gedirəm. Məsələn, bu demək olar ki, şəhər müəyyən dərəcədə öz üzünü biraz dəyişir və burada dizayn həllərinin mühüm rolu var. Ümumiyyətlə xaricdə urban dizayn olsun, ətraf mühitin dizaynı olsun adlı bir ayrıca bir ixtisas var. Burada da səhv eləmirəmsə Memarlıq İnşaat Universitetində tədris olunur. Və bu şəhər ümumiyyətlə həyatında mühüm tutan sahələrdən biridir. Çünki şəhər biz küçəyə çıxanda əslində bizə yön verir. Bizim yönümüzü müəyyən eləyir. Bu küçə nişanlarından olsun, müəyyən istiqamət nişanlarından olsun, getdiyimiz binalar üzərində gördüyümüz lövhələr, hər hansı bir tutacağımız nöqtələr, yəni müəyyən nöqtələr var ki, şəhərdə biz orientirimizi ona görə müəyyən edirik. Nişanlama. Bəli, nişanlama nöqtələrinə görə müəyyən edirik. Yaşıl zonası, məsələn, bir ərazinin həcminə görə düşən yaşıllıq zonası nə qədərdir? Nə bilim, uşaqların o yaşıllıq zonasında uşaqlar üçün məkanlar olsun, bu məkanların əlverişliyi, fiziki məhdudiyyətli insanların ümumiyyətlə şəhərdə hərəkəti olsun, uşaqlı insanların hərəkəti olsun. Məsələn, bizim şəhərimiz təəssüflər olsun ki, hal-hazırda istər uşaq arabası olsun, istər əlil arabası olsun, bu baxımdan heç şey deyil, yararlı deyil. Xüsusən də mən ata olandan sonra bunun problemlərini çox belə yaşadım və bir piyadanın getməsi üçün çətin bir şəhərdir belə. Və uzun yürüyüşlər eləyəndə də o çətinlikləri gördüm. Bəzi yerlərdə məsələn səki yox idi. Məcbur yola çıxırdım və s. bax bu kimi çətinliklər görürdüm. Yəni bu urbanistika cəhətdən əslində məqamdır. Hələ ki biz onu belə köklü şəkildə dəyişikliklərini görmürük. Amma məsələn velosiped yolları salınır yavaş-yavaş. Bu özü məsələn yaxşı bir haldır. Nişanlanmalar nisbətən bir sistemli şəkildə gedir. Əvvəllər məsəl üçün hər bir küçədə bir cür nişan görərdin, bir cür belə qəribə formalar görərdin. Amma indi bir sistemli bir şəkildə bunlar gedir. Ümumiyyətlə şəhərlərin özünün bir dizayn kodu var. Bəli. Və mən düşünmürəm hələ ki Bakının dizayn kodu tapılıb. Əsas məsələ yəni eksperiment hələ ki aparılır. Mənə elə gəlir ki eksperiment aparılır. Nə qədər olsa da Bakı biraz şərq şəhəridir. Biz nə qədər desəydik ki Avropa, amma daha çox biraz şərq şəhəridir. Bəlkə o da rənglər o qədər, bəlkə ona görə də rənglər o qədər də aydın deyil. Şərqdə rənglər o qədər aydın deyil məncə.
Bilmirəm ki, yəni deməzdim əslində, fərqlidir. Yox, fərqlidir. Məsələn, Şərq şəhəri var ki, tutaq ki, başdan ayağa gil rəngidir də, sarıdır şəhər. Şəhər var ki, çox rənglidir. Öz memarlığı ilə. Bu da bir fərqlidir. Amma bizdə tam deyək ki, şərqdir, yox, tam şərq də deyil. Çünki son, nə bilim, 200 il götürək də, 200 ilə yaxın bir müddətdə biz qərbdən də çox şey götürmüşük. Memarlıqda da biz bunu görə bilərik. Amma mənə elə gəlir ki, Bakının dizayn kodu lazımdır və bu dizayn kodu hər iki mədəniyyəti özündə birləşdirməlidir. Həm qərbi birləşdirməlidir, həm şərqi birləşdirməlidir. Çünki qərb özü də kifayət qədər, şərq özü də kifayət qədər rənglidir. Hətta mən dedim, qərbdən daha rənglidir. Biz onu belə nə qədər boz görsək də, əslində miniatürlərə baxsaq, elə oradakı interyerlərə, eksteryerlərə baxsaq, görərik ki, nə qədər rəngli əslində mühitdir. Düzdür, biz ondan çox uzaqlaşmışıq təbii ki. Və bayaq Əzəm Əzimzadədən danışdıq, maraqlı bir şey də sizə deyim. Əzəm Əzimzadənin interyer, dizayn şeyləri var. İşləri var, eskizləri var. Deməli, ev muzeyində qorunur. Kimsə yol düşsə, xüsusən də interyer dizaynla məşğul olanlar getsinlər onlara baxsınlar. Məsələn, məscidlərin içində bəzi fraqmentlər çəkib ki, necə olmalıdır dizaynı, pəncərə, qapı, nə bilim, divarın həlli və s. necə olmalıdır. Bu da əslində bir tədqiqat şeyidir ki, burada da əslində memarlar, nə bilim, eksteryer, interyer dizaynla məşğul olan dizaynerlər buna yön verməlidir. Onların təsir qüvvəsi ilə bu iş beləliklə fərqli bir məcra ala bilər. Çünki sözün açığı mən bilmirəm bu qərarları qurumlarda kimlər verir, necə bu nəticəyə gəlirlər. Amma bu barədə danışanlar daha çox olsa, öz konseptual həllərini ortaya qoyanlar daha çox olsa, əminəm ki, dövlət qurumlarında qərar verənlərin də qərarlarına müəyyən dərəcədə təsir göstərə bilərlər və yaxud da onlarla hər hansı bir əməkdaşlıq eləyə bilərlər, yaxşı deyək, şəhər həllərini həyata keçirərlər. Ümid edirik ki, belə olacaq. Bir nümunə deyim sizə. Buyurun. Məsələn, Transport for Bakı səhifəsi var. Bəlkə də izləyirsiniz. Anar Əliyev var, orada bir oğlan. Çox yaxşı belə urbanistika həllər verir. Xüsusən də ictimai nəqliyyat olsun, yolların vəziyyəti olsun, o barədə tez-tez danışır. Məsələn, mən son dövrlər görürəm ki, artıq dövlət qurumları ilə o müəyyən videolar çəkməyə başlayır və əminəm ki, müəyyən bəlkə də konsultasiyalar da verir, müəyyən fikirlər də bildirir. Və bu ümumiyyətlə əhalinin ictimai həyatda rol oynaması çox vacibdir ki, biz daha yaxşı belə deyək, mühitdə, şəraitdə, ölkədə yaşayaq. Fikirlər nəzərə alınmalıdır. Rənglərə qayıdaq. İndi ağ-qaraya üstünlük verirsiniz, yox, sevirsiniz, belə deyim, indi çəkməyə. Amma fəaliyyət dövrünüzün bir vaxtı var idi ki, əksinə şəkilləri, videoları rəngləyirdiniz. Bəli. Niyə? Niyə? Mən özüm də düşünürəm ki, mən vaxtı ikən ağ-qara şəkilləri rəngləyirdim. İndi niyə özüm ağ-qara foto çəkirəm? Mən deyəsən sizlə görüşə çox yaxşı hazırlaşmışam. Fikirlərimi oxumusunuz zaten. Bilmirəm, sadəcə o da bir eksperiment idi. Sözün düzü, yaradıcılığında mən o qədər eksperiment aparmışam ki, yəni dizayn olsun, fərqli sahələr olsun. Son dövrlər ümumiyyətlə fikirləşirəm ki, bir mahnı da oxuya bilərəm. Bunu hiss elədik. Və niyə rəngləyirdim? Sadəcə maraqlı idi ağ-qara bizə, çünki o dövr ağ-qara gəlir. O ağ-qara dövr bizi rəngli necə qəbul eləyirdi? Maraqlı idi. Şəxsən mənim özüm üçün maraqlı idi ağ-qara dövrünün rəngli olması. Və ona belə deyək, imkanlar da artıq var idi. Süni intellektdə biraz kömək var idi və ümumiyyətlə o dövr bir trend yaranmışdı, fotoların rənglənməsi. Təkcə Azərbaycanda yox, ümumiyyətlə bütün dünyada belə bir trend var idi ki, ağ-qara fotolar rənglənirdi. Bu həm də PR olaraq da yaxşı bir əslində PR idi. Həm şəxs adına, tutaq ki,
İndi də bəzən görsən kimsə deyir ki, şəkillər rəngdən oğlan sizsiz. Məsələn belə bir şey deyirlər. Çünki elə şəxsiyyətləri rəngləmişdiniz ki, səs-küy salmışdınız. Hətta desən indi də Facebookda sizdə əsas şəkil hansı şəkildə indi? Cümhuriyyət quruculardır. Amma o rənglənmiş foto deyil. O mənim rəqəmsal işimdir. Çünki mən 2015-də bir sərgi eləmişdim. 2018 təmin sərginin ikincisi oldu. Bu Düha sərgisi idi. Orada rəqəmsal portretlər idi. İlk sərgidə 20 şəxsiyyət idi. İkinci sərgidə 40 şəxsiyyətin sərgisi oldu. Və onların texnikası başqa idi. Orada belə bir, məsələn, mən texnika özümdən düşünmüşdüm ki, bu fotomanipulyasiya ilə illüstrasiyanı qarışdırmaq. Yəni ki, məsəl üçün Üzeyir Hacıbəyovun portretidir və bu portreti mən tutaq ki, 20-25 fərqli 30 nəfər fərqli insanın portretindən quracağam. Və çox sayda portret araşdırırdım. Baxırdım ki, Üzeyir bəyin gözünə kimin gözü oxşuyur. Onu kəsildim, gözlərini qoyurdum. Burnu kimi oxşuyur, kəsildim, qoyurdum. Ağzı. Belə bir yığırdım hissə-hissə. Sonra ümumi retuş eləyirdim. Üstünə rəqəmsal planşetlə çəkirdim. O portretlər o cür yarandı. Bəziləri ikonikləşib artıq. Məsələn, Vaqif Mustafazadənin portretidir. O koja qara kurtkada. Çox adam elə bir göz fotosudur. Sonra Üzeyir Hacıbəyov məsələn portretidir. Zərdabini də eləmişdiniz. Zərdabi, bəli. Elə onunla bağlı mənə yazmışdınız, yadınızda biz istifadə eləmişdik. Bu bir silsilə idi. Bəziləri çox uğurlu idi, bəziləri yaxşı deyildi. O da bir eksperiment idi də, bir yoxlayırdım ən azından. Çünki həmin dövrdə ehtiyac var idi. Şəxsiyyətlərin yaxşı keyfiyyətli fotoları yox idi. Mən 2014-15-ci illər bu vaxtdan danışıram elə. Ona görə bu ehtiyacdan yaranan bir şeydir ki, mən onları çəkdim və gördüm ki, pis alınmırlar və düşündüm bir sərgi edeyim. O sərgi də yaxşı keçdi, yaxşı qarşılandı və rənglənmiş fotolar da çox yaxşı qarşılandı sizə deyim. Sonra artıq bir neçə həmkarım da bu işə başladılar. Amma növbəti 1-2 il ərzində bu işdə tarixə qovuşdu. Çünki artıq demək olar ki, istənilən insan artıq şəkli, ağqar şəkli süni intellektə yükləyib çox mükəmməl onu rəngləndirə bilər. Məncə sizlə Bakının arasında bir dilema çəkmək olar. Ağqara Bakı, ağqara sizin düşüncəniz və rəngli Bakı və sizin rəngli düşüncələriniz. Çox maraqlıdır Rəsul bəy. Gəlin danışaq müasir dünyadan və süni intellektdən. Bir vaxtlar süni intellektdən hamı qorxurdu. Bəli. Çünki hamı elə bilirdi ki, iş yerini itirəcək, çox adam düşünürdü, kreativlik artıq itəcək. Amma istifadə elədikcə başa düşürük ki, əslində süni intellekt istənilən sahəni daha da mükəmməlləşdirmək üçün bir alətdir. Qrafik dizayn istiqamətində necədir? İlk növbədə onu nəzərə almaq lazımdır ki, süni intellekt ümumi götürsək, kompüterin bir daha üst səviyyəsidir. Yəni biz onu belə vahid bir beyin kimi bəzən qəbul edirik ki, hardasa bir insan oturub, yəni insana bənzər də belə deyək də, android oturub və o gələcəkdə özünü çoxaldacaq və gəlib oturacaq bizim yerimizdə. Yox, sadəcə olaraq kompüterin bir üst səviyyəsidir. Təbii ki, o limitli sayda ona öyrədilən data, məlumat bazası əsasında bizə cavablar verir, daha mükəmməl cavablar verir və biz onu öz işimizə hal-hazırda inteqrasiya eləməyə ən azından biz dizaynda bunu inteqrasiya eləməyə başlamışıq artıq. Demək olar ki, süni intellekt yeni çıxdığı vaxtda mən onu öz işimə tətbiq etməyə başladım və iş prosesini çox sürətləndirir, sözün açığı. O mənada ki, sən onun limitini gərək amma müəyyən eləyəsən. Mənə elə gəlir ki, insan tez allanan bir varlıqdır və tez öyrəşən bir varlıqdır da və beynin tənbəlliyə yönəlik orqanizmin enerji qoruması təmin eləmək üçün tənbəlliyə yönəlik addımlar nəzərə alıb biraz özünü gərək pəhrizdə belə saxlayasan. Yəni pəhriz nəyə deyirəm? İdeya pəhrizindir. Yəni bəzən görürəm ki, kimsə onun ideya generasiyası üçün istifadə edir. Mən özüm də bəzən istifadə edirəm, şübhəsiz ki. Amma bunu davamlı şəkildə eləmək düşünürəm ki, insanı
çox qısa bir zaman ərzində özü hiss eləmədən ideya degradasiyasına gətirib çıxara bilər. Çünki sən hər bir ideyanı generasiya elədikcə beyin neyron əlaqələri daha da güclənir və daha kompleks həllər, daha qəliz ideyalar ortaya çıxara bilirsən. Amma süni intellektin bizə verdiyi ideyalar çox limitlidir. Və biz bəzən belə düşünə bilərik ki, o mükəmməl ideya verir, amma belə deyil. Çünki onu eləmişəm, belə deyil. Özlüyümdə bir testdən keçirmişəm ki, fərqli tutaq ki, ChatGPT-yə də sual ver, Cloud-a da ver, Gemini-yə də ver, eyni sualları ver. Demək olar ki, hamısı eyni cavabları verir. Yuxarı aşağı bir-birinə bənzəyir hər biri. Amma insan onun üzərində biraz düşünüb, biraz özünü əziyyətə belə salanda, araşdıranda, dərinə gedəndə çox əslində unikal həllər ortaya çıxır. Çünki insana təsir edən çox faktor var. Fiziki dünya olsun, emosional, onun təbiəti olsun, yaşadığı mühitin mədəni, ictimai mühiti olsun. Bunlar hamısı onun ortaya qoyduğu ideyalara təsir göstərir. Və ümumiyyətlə süni intellekt həm də daha çox doğru həllər üzrə formalaşıb da, yəni doğru cavablar vermir. Düz orada da hallüsinasiyalar bəzən baş verir, absurd şeylər verir. Olur arada. Amma insan şuurlu səhvlər eləyir. O belə deyək, süni intellekt şuursuz səhvlər eləyir. İnsan daha belə şuurlu səhvlər eləyir və oradan da çox maraqlı ideyalar formalaşdıra bilir. Biz o səhvləri belə şaxələndirib ideyalara gətirib çıxara bilirik. Ona görə süni intellektə sırf mən şəxsən alət kimi baxıram, iş prosesini sürətləndirən alət kimi baxıram, istifadə edirəm. Gələcəkdə bu necə olar? Məsələn, AGI barəsində danışırlar ki, yəni artıq insan kimi müstəqil qərarlar verə bilən, bir növ şüuru olan kompüterlər barəsində danışır. Amma bu hələ ki şeydir də, bir konsept ideyadır. Hələ ki bunun bir real həlli yoxdur ki. Hələ ki promptlarla idarə edirik. Hələ ki bəli, promptlarla idarə edirik və mövcud bazalarla idarə edirik. İndi zaman gələcəkdə nə göstərər? Çünki daş dövründən bu günə kimi gəlib çıxmışıqsa, bu qədər tərəqqi baş veribsə, güman ki növbəti 100 ildə də tamamilə başqa bir dünya olacaq, tamamilə başqa bir həllər olacaq. Bəlkə bizim bugün müzakirə etdiyimiz şeylər çox bəsit qalacaq. O dövr deyəcəklər ki, bunlar süni intellekt barəsində danışırdılar. O dövrün insanlar üçün bu daşla belə divarda oymaq kimi bir şey kimi gələcək. Bunu da bilmirəm. Çünki dünyanın məsələn gedəcəyi iki cür belə yol cızıblar da, ya bu inkişafa gedəcək, ya da bu məhvə gedəcək. İndi texnologiya bizə göstərəcək ümumiyyətlə, insan şuuru bizə göstərəcək ki, biz hara gedirik? İnkişafa mı gedirik? Yoxsa məhvə doğru mu gedirik? Bu barədə bir dənə də mən məsələn kitab da tərcümə eləmişdim. Professor deməli Schneider'in kitabını tərcümə eləmişdim. Almaniyada bir qadındır və ona da belə bir dostluğumuz da belə yaranıb, bəzən danışıq edirik. Məsələn, kitabı götürdüm, yüklədim internetdən, tərcümə. O deməli süni intellekt prosesini komiks kimi yazmışdı. Və daha çox yeniyetmələrə, uşaqlara izah edirik və süni intellekt nədir? Və Azərbaycan dilində də onu yükləyib ümumiyyətlə süni intellektin belə təməlində nə olduğunu, nə daşıdığını oradan əldə eləmək olar. Və mən deyərdim ki, insanlar hələ ki qorxmağa belə bir şey yoxdur. Yəni düşünən insanların qorxmağa bir yeri yoxdur. Və süni intellektin də əlimizdən ala bilməyəcəyi bəzi sahələr də var da bu. Daha çox fiziki əmək yönümlü sahələrdir ki, hələ ki bizim əlimizdən ala bilməyəcək. Axır harası gəlib çıxacağıq. Ümid edirəm ki, inşallah. Rəsul bəy, çox sağ olun. Çox maraqlı söhbət elədik. Çox informativ söhbət oldu. Əsas da bu tarixlə bağlı ən sevdiyim mövzudur və mən nəinki ümid edirəm, mən əminəm ki, sizə dəstək olanlar tapılacaq. Siz Azərbaycanda bu qrafik dizaynın, tarixin öyrənilməsinin əsasını qoyursunuz da, belə deyim. Bu böyük bir missiyadır. Bu missiyanızda sizə uğurlar arzu edirəm və
Sizin böyük işlərinizi görmək ümidi ilə. Minnətdaram, xoş oldu. Belə, məncə kifayət qədər maraqlı və informativ buraxılış oldu, çünki ən azından tariximiz və Bakımız barədə danışdıq. Bugünlük bu qədər. Sağ olun.